Spor aşıflar da ata-bala. Vurulan sərxoş olubdu. Soruşdum, dedim ki, niyə belə elədin? Dedi ki, canımı boğazıma yığdı. Gədəbəy rayonunun Slavyanka kəndində ailə faciəsi baş verib. Kənd sakini Rəşad İlyasov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. 37 yaşlı kişi aldığı ağır bıçaq xəsarətləri nəticəsində hadisə yerində həyatını itirib. İlkin məlumata görə Rəşad İlyasov atası 59 yaşlı İlqar İlyasov tərəfindən bıçaqlanaraq öldürülüb. Mərhumun yaxınlarının bildirdiyinə görə ata ilə oğul arasında yaşadıkları evdə mübahisə baş verib və dəhşətli hadisə də məhz bu mübahisədən sonra qeydə alınıb. Atası vurub bıçaqla apardılar onu balnisiyaya. Balnisiya deyincə skordular, gözləyirdi polis yerində rəhmətə getmişdi. Atasını da heç nə apardılar polislər. Heç nə belə. Nə istəyir? Spor aşıflar da ata-bala. Spor aşıflar. Də yaşayırlar. Yox, ikisi bir yerdə də, ikisi yaşayırdı. Qardaş anası Bakıda yaşayırdı. Tək yaşayır, ikisi yaşayırdı da, tək deyəndə. Sərxoş olub hansı? Vurulan sərxoş olubdu. Oğlu sərxoş olubdu. Həm spor aşıflar da, atası da vurubdu. Qardaşım zəng elədi ki, əmmin oğlunu əmim vurub, gəldim, yerdə uzanmışdı. Elə zəng elədik tibə. Onda gəldilər, gördülər, yox, təcili yardıma. Təcili yardım gəldi, baxdı ki, keçinibdir. Elə də müstəntiq, onun polislər özləri gəlmişdi. Nə üstündə o, valla mübahisə eləyiblər, elə o bıçaqlayıb. Sadəcə mən gəldim ki, rəhmətə gedibdi. Soruşdum, dedim ki, niyə belə elədin? Dedi ki, canımı boğazıma yığdı. Bax belə, bunu dedi. Mən onu çox tələb elədim ki, niyə? O dedi ki, məni çox bezdirdi. Bax belə dedi. Sərxoş olmuşdular, var idilər, işmişdilər, sərxoş idilər. O qədər yox, ancaq işmişdilər. Üç işdən gəldim ki, axşam evə gəldim. Dedilər ki, belə hadisə olub. Gəldim, polis tökülüb, o da atası vurub oğlunu. Aralarında nəsə söz-söhbət olub, acıqlanıb vurub. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat verib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gədəbəy rayonu Slavyanka kənd sakini 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib, zəruri araşdırmalar davam etdirilir.